Salam əziz izləyicilər. Demək 15 fevral 2026-cı ildə demək OTK-nın təşkil etdiyi buraxılış fənləri üzrə sınaq imtahanı suallarının izahlarına baxaq. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayaq. Demək baxıram sinif 11 riyaziyyat suallarının 31-ci sualına. Demək bizə bir üçbucaq verib. Demək A, B, C. AD tən böləndir. Tən bölən görən kimi alımıza nə gəlir? Nisbətlər bərabər qaydası illaki istifadə olunmalıdır. Baxın, AB-nin AC nisbəti 2/3'dür. AB-yə yazıram 2K uyğun olaraq. AC-yə yazıram 3K. Nisbət 2/3'dür axı ona görə. B-də nə verib mənə? 6 verib. Bizdən DC-ni istəyir. Burada yazıram 1X. Tən bölən qaydasına görə baxın, bunların nisbətləri bir-birinə olmalıdır? Bərabər olmalıdır. Yəni 6'nın X-a nisbəti belə nisbət də götürə bilərsən, belə də götürə bilərsən. Yəni fərqi yoxdur. Sadəcə uyğun olaraq götür. Məsələn 6'nın X-a nisbəti 2K-nın da 3K-ya nisbəti. Buradan K-lar gedər. Çarpaz eləyəndə 2X bərabərdir. 3 6-ya vurdum 18. X oldu nə? 9. Demək 31-ci sual oldu C variantı. Növbəti baxıram 32-ci suala. Demək radius verib bizə 6. Kürənin səthinin sahəsini istəyir. Baxın, kürənin səthinin sahəsi 4πr kvadratdır. Kürənin səthinin sahəsi, sferanın səthinin sahəsi eynidir də bilirik. İndi 4 vurulsun pi, radius 5 olduğuna görə kvadrat 25 oldu 100 pi. Yəni E variantı. Növbəti baxıram 33-ə. Demək kosinus kvadrat x üstəgəl 2 kosinus x üstəgəl 1 bərabər 0. Baxın, bu tənliyi həll edin. Burada kosinus x-a demək kosinus x bərabər t əvəzləməsi yaparaq və buradan görürəm ki bu olur t kvadrat üstəgəl 2t plus 1 bərabər 0. Baxın, bu nəyin açılışıdır? T üstəgəl 1'in kvadratının açılışıdır. Buradan t'ni alıram -1. Buradan kosinus x bərabər -1 olur. Buradan da x bərabər kosinus -1'i neçə alır? Pi'də üstəgəl 2 pi k. Bu da bizim cavabımız. Demək pi üstəgəl 2 pi k A variantı. Növbəti baxıram 34-ə. Tənqlər sistemindən x, y hasilini istəyir bizdən. Demək 2x'in kvadratı üstəgəl x, y bərabərdir 2'yə. Buradan 2x plus y bərabər 1'ə. X, y hasil istəyir. Baxın, birinci tənlikdən x ortaq çıxartsaq qalacaq 2x plus y bərabərdir 2'yə. Baxın, 2x plus y bizə nə verib? 1. Baxın, burada nəzərə alsam qiyməti x bərabər 2 olur. Bunu yenə 1 yazsam x vur 1 2 olur. X 2. İndi x 2 tapandan sonra məsələn bu tənlikdə nəzərə alıram. X-a 2 yazıram. Olur 4 üstəgəl y bərabərdir 1'ə. Y bərabər 1 çıx 4 -3'ə. Bizdən də x, y hasilini istəyir. 2 vur -3 olur -6. Yəni D variantı. Yəni burada da x-in qiymətini yerinə yazıb birbaşa x, y də tapa bilərdik. Fərqi yoxdur. Baxıram 35'ə. Demək z1 bərabərdir 5 çıxılsın i. Z2 bərabərdir 3 plus i. Deyir kompleks ədədlərinin hasilini tapın. Yəni Z1'in Z2'ye hasili. 5 çıxılsın i vurulsun 3 üstəgəl i. Bunu normalda yəni çox ədədin vurulması kimi düşünək. 5'i 3'ə vurdum 15. 5'i i'yə vurdum 5i. -3i çıx i kvadrat. Baxın, bu i kvadrat demək -1 deməkdir. Bu mənfi ilə bu mənfi oldu müsbət 1. 15'den oldu 16 üstəgəl 2i. 16 plus 2i A variantı. Növbəti baxıram 36'ya. Demək 2 vurulsun 2x minus 3 kiçik bərabər 3x çıxılsın 2. Bərabərsini deyir ödəyən natural ədədlərin cəmini tapın. İlk olaraq möhtəzəni vurub açaram. Olur 4x çıxılsın 6 kiçik bərabər 3x minus 2. 4x çıxılsın 3x kiçik bərabər -2 üstəgəl 6. Buradan da x kiçik bərabər 4.
Bizə bərabəsini ödəyən natural ədədlərin cəmi istəyir. Natural ədəd bilirik ki, 1-dən başlayır. 1, 2, 3 bərabər olduğuna görə 4 də daxildir. Və bunların cəmi 3, 3, 6, 10. Oldu B variantı. Növbət baxıram 37-yə. Demək 37. Bizə nə verib orada? Demək x-in kvadratı çıx x çıx 2 bölünsün x kvadrat çıx 4 vurulsun x kvadrat üstəgəl 2x bölünsün x kvadrat minus 1. Baxın, ifadəni sadələşdirməmizi istəyir. Sürətə fikir versək, biz bunu vuruqlara ayırmaq üçün ilk olaraq nə etməliyik? Köklərini bilməliyik. Yəni köklərini tapsam vuruqlar şəklində yaza bilərəm. X kvadrat əmsalı 1-dir. Viet teoreminə görə köklər tapa bilərəm. Toplayanda müsbət 1, vuranda mənfi 2. Toplayanda müsbət 1, vuranda mənfi 2, 2 ilə mənfi 1-dir. Onda vuruq şəklində bu şəkildə yaza bilərəm. Elə bir x çıx x1, x çıx x2 də yerinə yazıram kökləri. X çıx 2 olur, x plus 1 olur. Məxrəc kvadratlar fərqinə görə yazsaq, x kvadrat minus 4'ü, x minus 2, x plus 2. Burada da ortak x'i çıxartsaq, qaldı x plus 2. Məxrəcdə də kvadratlar fərqi yazsam, x plus 1. Və bir riyaziyyatçının, yəni ən xoşbəxt olduğu bir hissədir bura. Xoşbəxt olduğu anlardır. Baxın, bunlar gedir. Bu bundan gedir. Sonra nə qaldı? Bu da bundan gedir. Qaldı x böl x minus 1. Bu da C variantı. Növbəti baxıram 38. Demək, sonsuz azal həndəl silsilədə S15 verib, Q-nü 3'də 1 verib, bizdən B1 istəyir. Sonsuz azalan həndəl silsilənin cəm düsturu necə idi? S bərabər B1 bölünsün 1 minus Q. Bu düsturda nəzərə alsam, B1 bölünsün 1 minus Q, yəni 3'də 1 bərabər S, yəni 15. Buradan da B1 bölünsün 3'də 2 olur. 1'dən 3'də 1 çıxanda bərabərdir 15'ə. B1'də tapanda 15'i vururam elə çarpaz 3'də 2. Bunlar gedir 5, 2'yə vurdum 10. B1'imiz 10, A variantı. Növbət baxıram 39'a. Kök altda 6,4, üstə kökdə 0,4. Baxın, bunu onluq kəsir, daha doğrusu adi kəsir şəklində yazaram. 10'da 64, 10'da 4 köklər alıb yaza bilərik. Axırda irrasional azad eləyə bilərəm. Və yaxud da belə düşünə bilərəm. Məsələn, 6,4'dən kök çıxmır axı. Bunu yazaram 0,64 vur 10 kimi də yazaram. 0,4'ü vuraram 0,4 vur 10 kimi yazaram. Fikir verin. Hasil yenə 6,4 eləyir. Hasil yenə 0,4 eləyir. İndi baxın, buradan kök çıxır. Qaldı 0,8 çıxdı. Qaldı burada kök 10. Buradan yenə kök çıxdı. 0,2 oldu kök 10. Baxın, kök alt ifadələr eyni olduğuna görə əmsalları toplayıb çıxa bilərəm. 0,8-dən 0,2 eləyir 1 kök 10. Cavab elə kök 10. Yəni, digər belə də yaza bilərsən. Məsələn, kök altda 10'da 64 yazaram. 10'da elə bir 4 yazaram. 64'dən 8 çıxır. Kök 10 qaldı məxrəcdə. 4'dən demək 2 çıxır. Kök 10 qaldı məxrəcdə. Məxrəcdə eyni sürətləri toplayana baxın, belə bir şey olur. İrrasionaldan azad eləsəm, sürət məxrəci kök 10'a vursam, bunlar gedir, yenə kökdə 10 qalır. Yəni, belə də düşünə bilərsiniz, fərqi yoxdur. Sonra baxıram 40'a. İki müstəvi 60 derəcə bucaq altında kəsir. Bu müstəvilərdən birinin üzərində olan A nöqtəsi digər müstəvidən 6 cm məsafədədir. A nöqtəsindən müstəvilərin kəsişmə xəttinə qədər məsafə. Həmişə bu fərzi sualları, yəni imtahanda da, hal-hazırda bu sual belə yəni, topluda olan sualdır. Yəni, topluda var bu sualların hər biri. Baxın, iki müstəvini bu şəkildə düşündüm. Elə bir ki, baxın, bu bir müstəvidir. Baxın, bu da bir müstəvidir. Belə düşünək. Və bunlar kəsişib. İki müstəvi arasında bucaq elə bir 60 dərəcə olduğunu düşünürəm. Bu müstəvilərdən birinin üzərində olan A nöqtəsi. Məsələn, burada bir A nöqtəsi qeyd elədim. Bu müstəvinin üzərində bir A nöqtəsi qeyd elədim. Müstəvilər arasında A nöqtəsi burada qeyd eləyərdim. Müstəvi üzərində olan, hər hansı bir müstəvinin üzərində olan A nöqtəsi digər müstəvidən 6 cm məsafədədir. Baxın, onda bura 6 olmalıdır.
Məsələ dilinə görə 90 bura qeyd edirəm. İndi burada nə görürük? Burada bir düz bucaqlı, üç bucaq görürük. Hətta iti bucağın biri 60, biri 30. Burada belə bir düz bucaqlı, üç bucaq görürəm. Bura 60 da demək bura oldu 30. Mənə deyir ki, A nöqtəsindən müstəvilərin kəsişmə xəttinə qədər məsafə. Kəsişmə xətti baxın bura qeyd olunur. Bizə buranı istəyir. Bura x olsun. 60'ın qarşısına qat et 6'dırsa, 30'un qarşısına qat et. Bundan elə bir kök 3 dəfə az olur. 6 bölü kök 3 olur. Çünki bunun kök 3'ə vuranda bunu verməlidir. Hipotenuzda 30'un qarşısına qat et hipotenuzun yarısıdır. Yəni biz bunu 2'ye vursak buranı verir. 2'ye vursam olacaq 12 bölü kökdə 3. Buna sürət məxrəci kök 3'ə vursam qaldı 4 kökdə 3. Cavab 4 kökdə 3 E variantı. Növbəti baxıram 41'ə. Deyir A çoxluğun elementləri 2 rəqəmli cüt ədədlər. B çoxluğun elementləri isə 6'ya bölünən 2 rəqəmli ədədlərdir. Kəsişməsinin elementlərin sayını istəyir. İndi qulaq as. Demək 41'də A çoxluğu baxın belə bir çoxluqdur. 2'dir, 4'dür, 6'dır, 8'dir, gedir. 98'e qədər. Yox, bir dəqiqə üzr istəyirəm. Bizə 2 rəqəmli cüt deyir. 2 rəqəmli cüt hardan başlayır? 10'dan başlayır. Düzdürmü? Hara qədər? 98'e qədər. B isə çoxluğunun elementləri isə 6'ya bölünən 2 rəqəmli ədədlərdir. 6'ya bölünən nələrdir? Məsələn, ilk 6'ya bölünən 12'dir. Bundan sonra 18'dir, 24'dür, 30'dur. Gedir hara qədər? Demək 6'ya bölünən 96. O bura qədər. Baxın biz burada nə başa düşürük? Burada görürəm ki, demək ki B A'nın alt çoxluğudur. Niyə? Baxın bunlar 2-2 artan bir ardıcıllıqdır 98'e qədər. Yəni cütlərdir. Düzdürmü? Baxın bunların içərisində həmişə bunlar varmı? Çünki 6'ya bölünən demək həm 3'ə, həm 2'yə bölünəndir. Bir ədəd 2'yə bölünürsə həmişə cütdür. Düzdürmü? Həmişə cüt olmalıdır. Ona görə bunlar da cüt olduğuna görə həmişə 2'yə bölünənlərdir. İndi biz bunların içərisində eləsini götürməliyik ki, eyni zamanda 3'ə bölünsün. Həm 2, həm 3'ə. Yəni mən elə bunların sayını tapsam, elə kəsişməsini tapmış oluram. Düzdürmü? Baxın, burada neçə dənə ədəd var. Onu tapmaq üçün nə edirəm? Sayı necə tapırıq? Ən böyük ədəddən çıxıram ən kiçik ədədi. 96'dan çıxıram 12'ni. Bölürəm nəyə? Bu 6'ya bölünənlərin sayıdır axı. Bölürəm 6'ya, üzərində 1 gəlirəm. Əslində ədəd hissələrdən gəlir. Elə bir neçə artırsa, elə bir D-yə bölürsən də. Yəni o da əslində. 96'dan 12 çıxanda 84 eləyir. Bölürəm 6'ya, üzərində 1 gəlirəm. 15 dənə. Cavab A variantı. Demək növbəti baxıram. 42-ci sual. Demək sinus 60 dərəcə bölünsün tangens 60 dərəcə. Üstə gəl. Bir dəqiqə. Sürətdədir. Üstə gəl kosinus 30 dərəcə. Üstə gəl kotangens 30 dərəcə. Baxın sinus 60'da kök 3 bölü 2 alır. Kosinus da 30'da kök 3 bölü 2 alır. Demiş ki dərəcələrin cəmi 90'dırsa sinus kosinus da eyni qiymətlər almalıdır. Tangens də tangens 60'da kök 3 alır. Kotangens də 30'da kök 3 alır. Sürəti toplayanda baxın bunları toplasam olur 2 kökdə 3 bölü 2 məxrəc eynidir. Sürətləri topladım. Məxrəcdə oldu 2 kök 3. Bu bundan gelir. Sürətdə qaldı kökdə 3. Məxrəcdə 2 dənə kök 3. Bu da belə gedir. Qalır 2'də 1. 2'də 1, 2'də 1 C variantı. Növbət baxıram 40 neçəyə 3'ə. 15% 60 olan ədədi tapın. Yəni 60'ı vurdum 100'ə. Böldüm 15'ə. Gedir 5'ə. Ya da bir dəqiqə elə 15'ə geçsin 60'da 15'ə geçsin. 4 qalsın 400. Ama tənasübdən də düşünün. Mesela 15% 60 sa bizə 100% olan ədəd lazım bilmirəm x. Yəni bu şəkildə də gedə bilərsən. 100 vur 60 bölü 15 təbii ki yenə 400. Oldu A variantı. 44'ə baxıram. 210 ədədin sadə vurğuların cəmini istəyir bizdən.
210'u sadə vurğulara ayırıq 2'ye, 105, 3'e, 35, 5'e, 7, 7, 1. Sadə vurğular təbii ki hamısını götürürük. Onsuz da arasında bir dənə də burada da. Bunların cəmi 2 ilə 3, 5, 5, 10, 17. Cavab olur 17. Növbəti baxıram 45'e. Deyir, baxın, loqaritma 2 əsasdan 7 vurulsun loqaritma 7 əsasdan 15 vurulsun loqaritma 15 əsasdan 8. Baxın, loqaritmada xassə var ki, baxın, bunlar bərabərcə gedir. Baxın, bu da gedəcək. Qalacaq bunun əsası ilə bunun loqaritma altı ifadə. Yəni, loqaritma 2 əsasdan 8 qalır. Bu da loqaritma 2 əsasdan 2'nin kubu deməkdir. Bu qarşıya olduğu kimi düşür. Qalır belə. 2 əsasdan 2 1'dir. Vurdum 3'e 3. Cavab oldu 3. Növbəti baxıram 46'ya. Demək 46'da bizə bir dənə belə bir üçbucaq verib. Bu olsun A, B, C. Bir dənə də balaca bir üçbucaq verib. Bu da olsun M, N, K. Şərtdə mənə deyir ki ABC, M, N, K. Orada yəqin kongruentlik verib. Burada bu işarəyə baxın. Bu kongruent deməkdir. Daha doğrusu oxşar deməkdir. AB-ni verib 10. M-ni verib 2. N-K-nı verib, N-K-nı verib 5. M-K-nı verib 6. ABC üçbucağın perimetrini istəyir. Baxın, ABC üçbucağın perimetrini istəyir məndən. Buraya yazıram A, buraya yazıram B. İndi burada biz nəyə fikir verməli? Baxın. Üçbucaq ABC oxşardır. Üçbucaq MNK-dırsa birinci hansı hərf gəlir? A. Burada nə gəlir? M. Demək ki, A bucağı M bucağına bərabərdir. Alfa alfa. Aydındır. Bunlar önəmlidir. B bucağı N bucağı gəlir. Demək B bucağı da N bucağına bərabərmiş. Onda C-də qammadırsa, K-da qammadır. Şimdi biz oxşar üçbucaqlar demiş ki, eyni bucaqların qarşısındakı tərəflər nisbəti bərabərdir. Alfanın, baxın, bu üçbucaqdan başlayıram. Alfanın qarşısı B-nin, digərində alfanın qarşısı 5'ə nisbədir. Mesela bettanın qarşısı soldakı üçbucaqda A-dır. Sağdakı üçbucaqda bettanın qarşısı 6'ya nisbədir. Soldakı üçbucaqda qammanın qarşısı 10'un. Sağdakı üçbucaqda qammanın qarşısı 2'yə nisbədir. Baxın, bu bərabər nəyə? 5'ə. Demək, B bölü 5 bərabərdir 5 isə. Buradan B'ni tapıram 25. A bölü 6 5 isə. Çarpaz eləyəndə A'nı tapıram 30. Artıq biz ABC üçbucağının perimetrini tapa bilərik. Demək, P bərabərdir. AB 10'dur. Demək, AC yəni 30'dur. BC'də 25'dir. Demək, 40 olur 65. Cavab burada 65 olur. Növbəti baxıram 47'yə. Bir dənə bizim belə bir üçbucağımız var. Demək, bura A, B, C. Demək, BD parçası ABC üçbucağının, C'nin parçası BCD üçbucağının medianıdır. Demək, burada BD, baxın, bu mediandır. Median çəkilən tərəfi yarıya böldüm. Aha. C'nin parçası BCD üçbucağının medianıdır. Baxın, bu da BDC üçbucağının medianıdır. Baxın, bu da buna bərabərmiş. ABC üçbucağının sahəsi 180 olarsa deyir, MBC üçbucağının sahəsini tapın. İndi qulaq asın. ABC üçbucağının sahəsi neçədir? Demək, ABC üçbucağının sahəsi 180. Biz bilirik ki, üçbucaqda median çəkiləndə sahələri bərabər 2 üçbucaq ayrılır. Yəni 180'in yarısı 90. Onda belə çıxır ki, BDC'nin, baxın, S, BDC'nin sahəsi də 90 olmalıdır. Yəni bura bütöv 90'dır. İndi burada da yenə bu median olduğuna görə 90'ın yarısı 45 olur. Bizdən MBC'nin sahəsini istəyir. Baxın, bizdən nə istəyir? MBC'nin sahəsi. MBC'nin sahəsi budur. Bu da neçədir? 45. S, MBC 45. Demək, sağda sualdır.
Növbəti baxıram 48-ə. Demək 2 üstü x kvadrat çıx 5x bərabər 64-də 1-ə. Buradan 2 üstü x kvadrat çıx 5x bərabər. Demək 64 görən kimi və solda əsas 2 görən kimi ağlıma nə gəlir? 64 2 üstü 6 deməkdir. Və bu da tərsi olduğuna görə 2 üstü mənfi 6 yaza bilərəm. Mənfiyə görə tərsi olur da 2-də 1. Demək əsaslar eyni deyə qüvvətlər də bərabər olmalıdır. Buradan x kvadrat çıx 5x üstəgəl 6 bərabər 0 olur. Toplayanda viyyətə görə 5 vuranda 6. Bu da təbii ki 2 ilə 3 olur. Bizə böyük kök istəyir. Bu da 3 olur. Növbəti baxıram 49-a. D qutuda demək sarıdan 4 dənə, qaradan 3 dənə, yaşıldan 5 dənə qələm var. Təsəvvürən seçilmiş 2 qələmin eyni rəngli olması hadisəsində ehtimal tapın. İndi qulaq asın. 2 qələm seçirəmsə, ikisi də eyni rəng olmalıdır. Bunu necə baş verə bilər? Baxın, ya ikisi də sarı olmalıdır, ya ikisi də qara olmalıdır, ya ikisi də yaşıl olmalıdır, düzdürmü? Bir dəfə bunun olma ehtimalı tapıram, bir dəfə bunun olma ehtimalı tapıram, bir dəfə də bunun olma ehtimalı tapıram. Və bunlar bir-birindən asılı deyildi ya, toplayıram. Başa düşdük? Çünki məsələn, mənə deyir 2 qələmin eyni rəngli olması. İkisi də sarıdırsa, mən ikisinin də sarı olmasını tapdımsa, başqa məsələ deyirəm ki, tamam 2 qələm çıxarıram, ikisi də sarı. Məsələ deyirsən ki, mənə 2 qələm də sarı, məsələn, eyni olmalıdır, eyni rəng olmalıdır. İkisini çıxartdım sarı, ondan bitmir ki. Məsələn, 2 dənə çıxarsam ikisi də bəlkə qara olacaq. 2 dənə çıxarsam bəlkə ikisi də yaşıl olur. Ya, bu hallar da var da. Biz o halları nəzərə almalıyıq. Ona görə bir dəfə nə edirəm? Cəmi nə qədər burada məsələ qələm var? 12 qələm var. Mən 12 qələmi ayrı-ayrı yazım. 12 qələmdən ikisini bu qədər üsulla seçə bilərəm. İndi birinci sarının çıxma ehtimalını düşünürəm. 4 dənə sarı var. İkisi də sarı olmalı deyə eyni qələm. Kombinasyon 4-dən 2. İkisinin də qara olmasını düşünürəm. Yenə 12-dən 2-yə. Əgər 3 dənə qara varsa, ikisi qara olmalı deyə kombinasyon 3-dən 2-yə. Bu da kombinasyon 12-dən 2 yenə məxrəc ümumi halların sayıdır. İkisi yaşıl ola bilər. Kombinasyon 5-dən 2. Və bunlar heç bir-birindən asılı deyil deyə təbii ki toplanır. Hər biri ayrı bir haldır. İndi kombinasyon 4-dən 2. 4 faktorial böl 2 faktorial vur 2 faktorial. Məxrəc eyni, hamısını eyni sürətdə yazıram. 3 faktorial böl 1 faktorial vur 2 faktorial. 5 faktorial böl 3 faktorial vur 2 faktorial. Məxrəc 12 faktorial böl 10 faktorial vur 2 faktorial. Və buradan da artıq demək 2 faktorial geçsə, burada qalır 3 vur 4. O 12 eləyir. Bu da 2 eləyir, qaldı 6. 2 faktorial 3 faktorialdan getdi. Qaldı orada 3. 3 faktorial 5 faktorialdan getdi. Qaldı 4 vur 5. 22'ye böl 10. Bu da burayla gedir. Qaldı 11 vur 12. 12'ni də 2'ye böldüm. 6. 11'e vurdum. 66. Məxrəc 66. Sürət neçə olur? 19. Cavab 66'da 19 olur. Növbəti baxıram 50'yə. Baxın 50 qrafla bağlı bir sualdır. Bizə fx verib ax kvadrat üstəgəl bx üstəgəl c. Və bura fikir versək, baxın bu verilən bizə nədir? Bura təpə nöqtədir. Eni 1, eni 4. X, y kəsən nöqtə c'dir demişəm həmişə. Demək c nəyə bərabərdir? 5'ə. Yazıram bax fx bərabər ax kvadrat üstəgəl bx üstəgəl 5. Niyə? Çünki y kəsirsə x 0'dır. 0 versəm gedəcək. Bura 5'dir. Demək c'nin 5 olduğunu görürəm. Və qayda olaraq da yadda saxla ki, kvadrat funksiyada həmişə y kəsən nöqtə c'nin qiymətidir. Niyəsini dedim. İndi x oxu boyunca sağa sola hərəkət edən nədir? M-dir. M-in düsturu mənfi b böl 2a-dır. O bərabərmiş nəyə? 1'ə. Buradan da tapıram ki, b bərabərdir mənfi 2a-ya. Çarpaz eləyəndə. N qədər yuxarı aşağı y oxu boyunca hərəkət eləyir. Düstur 4ac çıx b kvadrat. Bölünsün nə? 4'a.
başka versiyonunu diyeceğim. O formada yazabilirsiniz. Şimdi buradan da demək A bizdə bilmirik C5'li vursam bu olur 20A. Çıxılsın B kvadrat B'ni bilmirəm. Bölünsün 4A. A'nı da bilmirəm. Bu bərabər olmadı nəyə? 4'ə. En qədər yuxarı aşağı. Buradan da artıq B'nin mənfi 2 olduğunu görürəm. Burada nəzərə alıram. Olur 20A. Çıxılsın 4A kvadrat. Bərabər çarpaz eləyəndə 16A'ya. Burada təbii ki A bilirik ki A 0 ola bilməz. Niyə? Çünki A 0 olsa bu kvadrat tənlik ola bilməz. Ona görə A 0'dan fərqlidir. Hər tərəfin məsələ üçün nəyə bölürəm? 4A'ya bölsəm. Burada qalır 5. 4A'ya böldüm 5. 4A'ya bölsəm qaldı A. 4A'ya bölsəm qaldı 4. A da bərabər olur nəyə? 1'ə. A'nı tapdım. Burada nəzərə alsam B də olur -2. Bizə də F4 istəyir. Demək fx bərabərdir. A'nı yenə 1 yazdım. B'yə -2 yazsam -2x üstəgəl 5. Bizim funksiyamız budur. Və burada bizə F4 istəyir. X yenə 4 yazsam 16 çıx 8 üstəgəl 5. 20'də 8 çıxsam 13. Bu bir yol. Digər yolu baxın belə də düşünə bilərsən. Fikir verin. Normalde bizim fx'in kvadrat funksiyonu belə bir düstur da var da x çıx m'in kvadratı plus n. Gördün ki söhbət təpə nöqtələrdən gedir. Həmən bu qaydanı yada sal. Yəni bu da əslində kvadrat funksiyonun bir açılışıdır belə deyək. İndi buradan məsələ bilirəm ki, məsələ baxın. Fx bərabər A vurulsun. Baxın m nədir? 1. Apar burada m-in yerinə 1 yazıram. 4 vaid yuxarı qalxdığına görə təpə nöqtəm. N-i də 4'dür. İndi deyirsən ki, mənim A-nı necə tapım? Y-i kəsir neçədə? 5'də. Y-i kəssə x-ə 0. Demək, Y-i 5'də kəsir. Y yenə 5 yazıram. Bərabər A vurulsun. X-ə 0 yazıram. Niyə? Çünki Y kəsir üstəgəl 4. Buradan da 5 bərabər. -1'in kvadratı 1. A'ya vurdum. A üstəgəl 4. Buradan A'nı 1 tapıram. Baxın, bayaq da A'nı 1 tapmışdım. Əslində bu yolda yəni qəşəng yoldur. Bundan da yaza bilərsiniz. Gördün ki, təpə nöqtə verib. Həmişə bu qaydanı yada sal. Bu belə. A'nı tapdıq mı? Bəli. İndi baxın. Bizə nə lazım? Bizə verilən funksiya budur. A-nı ilə 1 yazsam x çıx. Demək 1'in kvadratı üstəgəl 4. Bu bizim funksiyamız bu. İndi bizə burada F4'ü istəyir. X-ə 4 yazıram. 4'dən 1 çıxanda 3 kvadrat 9 üstəgəl 4 13. Yəni belə də yaza bilərsən. Ürəyin nətə istəyir. Hər formada göstərirəm ki, başa düş. O olmadı bu. Bu olmadı o. Sonra baxıram 51'ə. Bizə bir çevrə verib. Üzərində göstərim. A nöqtəsindən uzunluğa 16-12 olan qarşılıqlı perpendikular 2 vətər çəkilmişdir. Aha, demək bura 16'dır. Bura 12'dir. Biz bilirik ki 2 vətər arasında bucaq 90'dırsa bu diametridir. Mənim hardan bilirsiniz? Sən buna daxili bucaq kimi baxsan, arasında bucaq 90'dırsa, onda bura 180 olmur. İndi çevrə bütöv 360'dır. Diametri yarım çevrəyə ayırdığına görə, onda bu nədir? Diametridir. Buna görə, Pifagora görə diametrdə elə bir ki, d kvadrat bərabər 144 üstəgəl 256 oldu 400. Onda d bərabər nəyə? 20'yə. Bizə çevrənin uzunluğunu istəyir. Çevrənin uzunluğu pi d düsturundan gedə bilərəm. Bu da olur 20 pi. Bu düsturu bilməsən də bilsən 2 pi yer var. Da diametr 20 ise radius 10'dur. Gətirib yerinə qoyanda yenə 20 pi olur. Fərqi yoxdur. Növbəti baxıram 52'yə. Yəni bu suallar həqiqətən çox normal, tam buraxılış sualdır. Hətta deyərəm ki, yəni çox sadə salıblar. Sizlər ruhdan düşməyəsiniz deyə. Amma yenə də biz demirik ki, yəni buraxılış imtahanı çətin olacaq. Yəni normal çalışmaq lazımdır. Hər bir tip suala hazır olmaq lazımdır. Yəni nə qədər çətinə hazır olsanız o qədər yaxşıdır. Hər ehtimala. Çənin deyir altda 5 hissəsi su ilə doludur. Baxın, gəl belə götürək də. Çən nə qədər su tutur? Bilmirəm, x litr su tutur. Bunun dolu hissəsi altda 5'dir. Və dolu 6'da 5'dir. Çəndəki suyun da 5'də 1 hissəsi işlətdikdən sonra 80 litr su qalarsa. Baxın, çəndə bu qədər su var. Bunun 5'də 1'ini işlətdim.
5'te 1'i gedibsə, geriyə qalan 5'te 4 deyil, bəli. Demək, altda 5x-i vururam nəyə? 5'te 4'ə. Niyə? 5'te 1 istifadə olunubsa, geriyə qalan 5'te 4'dür. Kəndə olan suyu vurdum 5'te 4'ə. Bu artıq kəndə qalan sudur. Kəndə qalan işlətdən sonra da 80 litre su qalarsa. Demək, bu bərabər nəyə? 80'ə. Bu belə gedər. Qaldı 6'da 4x bərabərdir 80'ə. 80'dən 4 gedir. Burada 20 qalır. Çarpaz edersem x oldu 120. Kən 120 litre su tutur. Deyək, kən neçə litre su tutur? Heç nə 120. Demək, bu oldu belə. Başqa baxıram nəyə? 53'ə. Demək, 53'də bizə deyək, durğun suda. Baxın, durğun su deyilsə, demək, suyun sürəti yoxdur da. Yəni, suyun sürəti sıfırdır. Yəni, göldür, deyil ki. Sürəti 50 km/saat olan motorlu qayığın çayın axını ilə 3 saata getdiyi yol axına qarşı 4 saata getdiyi yoldan 8 km azdır. Çayın axma sürətini tapın. Bir dəqiqə şərti yanlış anladım. Tam oxumadan dedim. Üzrü sayın. Yəni, durğun suda sürəti 50 km olan motorlu qayıq. Yəni, qayığın öz sürəti də durğun suda 50 deyilsə, yəni bu qayığın öz sürəti 50'dir. Yəni, bunu demək istəyir. Bu belə. Qayığın sürəti bəlli. Deyək, çayın axını ilə. Biz bilirik ki, çayın axını ilə gedirsə, qayığın sürəti ilə çayın sürəti toplanır. Axına qarşı gedirsə, qayığın sürətindən çayın sürəti çıxılır. İndi mənə deyir ki, çayın axını ilə 3 saata gedib. Baxın, yazıram t plus 3 saat. Yəni, axını ilə. Axına qarşı getdiyinə görə nə qədər? 4 saata gedib. 4 saata getdiyi yoldan 8 km azdır. Deyir ki, motorlu qayığın çayın axını ilə 3 saata getdiyi yol axına qarşı 4 saata getdiyi yolla 8 km azdır. Çayın axma sürətini tapın. Belə yazım bir dəqiqə. Baxın, belə düşünürəm. Qayığın sürəti nə qədərdir? 50. Bu axına qarşı. Daha sonra axın ilə. Axına qarşı da baxın budur. Düzdürmü? İndi fikir verin. Çayın axın ilə 4 saata getdiyi yol. Daha 3 saata getdiyi yol. Birinci mən neyim? Axın ilə 3 saata getdiyi yolu tapın. Nə qədər gedib? Biz bilirik ki, gedilən yol tusturu S bərabər V vur T'dir. Düzdürmü? İndi baxın, axın ilə 3 saata nə qədər yol getdiyini tapmaq üçün nə edirəm? 3'ü vururam, baxın, axın ilə gedilən sürətə. Düzdürmü? Bax, 3'ü vurdum, 50 üstə gəl, V çay. Bu 3 saat ərzində axın ilə getdiyi yoldur. Bu belə. Sonra deyir ki, axına qarşı 4 saata getdiyi yoldan 8 km azdır. Gəlin biz indi baxaq görə, axına qarşı 4 saata nə qədər yol gedər? Demək, axına qarşı 4 saata getdiyi yolu tapmaq üçün nə edirəm? Zamanı vururam axına qarşı olan sürətə. Baxın buna. Mənə şərtdə deyir ki, axın ilə getdiyi yol axına qarşı getdiyi yoldan 8 km azdır. Baxın, axın ilə 3 saata getdiyi yol. Baxın, bu yol bu yoldan 8 km azdır. Demək, mən, baxın, bu az olduğuna görə bunun üzerine 8 gəlsəm, bunlar nə olar? Bərabər olar. Düzdür? Bunu vurub açsam, 150 üstə gəl 3 V çay bərabər 200 çıx 4 V çay üstə gəl 8. Buradan biz yəni çayın sürətini tapmalıyıq. Sola geçsəm müsbət 4 olur. 3 ilə oldu 7. 7 V çay bərabər 208'dən çıxıram 150'ni. Buradan 7 V çay bərabər nəyə? 58 mi olur? Nəyi səhv elədik? Nəyi səhv eləmədik? Bir dəqiqə baxım. Bir dəqiqə üzrsən, şərti yanlış qeyd eləmişəm burada. Deyək ki, 3 saata getdiyi yol axına qarşı 4 saata getdiyi yoldan 8 km azdır. Baxın, az olan budur. Az olan budursa bunun üzerine mən 8 gəlmədim ki, buna bərabər olsun. Aydındır. Ona görə bir dəqiqə bunu silim. Şərti səhv görmüşəm. Ya da məsələn bunu çıxarda bilərsən, fərq yoxdur. Bunun üzərinə 8 gəlsən, məsələn buna bərabər olar. Və yaxud elə bu çox olandan məsələn mən 8 çıxsam, az olana bərabər olar. Yəni eyni məna verir. Vurub açıram 150 üstəgəl 3 V çay bərabər 200 çıxılsın 4 V çay çıx 8.
Sola keçsə müsbət 4 3 ilə oldu. Demək 7 V çay bərabərdir 200. Çıxılsın 8, çıxılsın 150. Buradan 7 V çay bərabərdir. 200'dən 150'ni çıxdım. Qaldı 50, 8 çıxdım 42. Buradan da V çay bərabər nəyə? 6'ya. Baxın çayın sürəti 6'dır. Və diqqətli olmaq lazım. Məndə nə istəyir? Çayın axma sürətini istəyir. Çayın axma sürəti nədir? Elə V çaydır. Məsələn desəydi ki, axın ilə sürəti tapın. Onu da gətirib burada yerinə yazmalıydıq. Cavab olardı 56. Bizə sadəcə çayın axma sürətini istəyir. Elə cavab 6 olur. Yəni tam olaraq belə yazmalıyıq. 6 km/saat. Sonra baxıram 54'ə. Növbət baxıram 54'ə. Oturacağın deyil diaqonalı 4 kök 3 yan tili, yəni AS 4 olan düzgün dörtbucaqlı piramidanın həcmini tapın. Fikir verin. Bu bizdə düzgün dörtbucaqlı piramidadır. Yəni ki, oturacaq düzgün dörtbucaqsa kvadratdır. Dəqiqən. Baxın, belə bir şəkildir. Bura A, B, C, D. Burada S. İndi AS 4'dürsə, bunların təbii ki, hər biri 4'dür. Birini yazım. Buranı yazım mən. Aha. AC 4 kök 3. Baxın. Diagonal 4 kök 3'dür. Biz normalde kvadratdan bilirik ki, diagonal tərəfdən kökdə 2 dəfə böyükdür. Elə bir tərəf A olanda diagonal olur A kökdə 2. İndi biz buradan tərəfi tapmaq istəyiriksə, diagonalı, yəni 4 kökdə 3'ü bölürəm nəyə? Kökdə 2'ye. Çünki diagonal tərəfdən kökdə 2 dəfə böyükdür. Sürət məncə kök 2'ye vursam, olacaq 4 kök 6 bölü 2. Bu da oldu 2 kökdə 6. Demək kvadratın tərəfini tapdım 2 kökdə 6. Düzdürmü? Bizə piramidanın həcmini istəyir. Baxın, piramidanın həcmi nəyə bərabərdir? Demək V bərabərdir 3'də 1 S oturacaq vur H. İndi piramidanın hündürlüyünü tapaq. Bax, qulaq. İndi bu baxın, təpəyə qədər məsafə veribsə, mən buradan piramidanın hündürlüyünü endirsəm, bu hündürlük xarici çəkimi çevrənin mərkəzinə. Və biz burada bir dənə düzbucaqlı bir üçbucaq alırıq. Baxın, normalda bu mərkəz elə bir ki, diagonalın kəsmə nöqtəsinin üzərində düşürsə, 4 kök 3'ün yarısı olur mu? Bura olur 4 kök 3 bölü 2. Bura olur 4 kök 3 bölü 2. Və burada mən H'ı tapıram. Demək H bərabərdir. Böyle buradan yazım. Baxın, H bərabərdir. Pifagora görə H kvadrat bərabərdir 4'ün kvadratı 16 çıxılsın 4 kök 3'ün kvadratı. 4 kök 3 bölü 2'nin kvadratı. Bu 16 çıxılsın 16 vur 3 böl 4. Bundan bu gedir. Qaldı 4. 3'e vurdum 12. 16'dan da 12 çıxanda 4. Və buradan da H'ı tapdım nə? 2. H var mı? Var. Demək yazıram 3'də 1 vurulsun. Oturacaq sahəsi. Tərəf 2 kökdə 6'dırsa, sahə kvadrat oldu 24. Kvadratın sahəsi A kvadratında. Oturacağın sahəsi 24, hündürlük 2. Neçə oldu? Bu da bundan gedir. 8 qalır. 2'ye vurdum 16. Həcim 16 santimetr kub. Aslında şərtdə santimetr falan qeyd olunmalıdır. Nəysə. V oldu nə? 16. Növbət baxıram 55'ə. Demək 55'də belə bir trapesiya biçəcəyəm. Demək bura A, B, C, D. Baxın, buranı verib 50. Buranı verib 80. Demək ABC trapesiyanın A 50, D 80 verib. BC-ni verib bizə 4. CD verib 7. Bizə AD oturacağını istəyir. Baxın, normalda trapesiyada baxın bu şəkildə gördüm ki, bucaqlaması görsən fərqli 30-60 olsa yenə hündürlük falan düşünərəm.
Burada həmişə parallelogram yaratmaq, yəni qaydasını düşünün. Mesela istənilən tərəfə paralel çəkə bilərsən. Tutalım ki, mesela CD tərəfində bir paralel buradan bir parça ayırıram. Baxın. Şimdi burada mən nə almış oldum? Burada bir parallelogram almış oldum. Düzdür? Baxın burada bir parallelogram oldu. Bakın. Bu bir parallelogram. Parallelogram qarşı tərəfləri bərabərdir. Burada 4 ise bakın burada 4. Burada 7 ise burada 7. Düzdürmü? İndi fikir verin. Bura 80 ise bura oldu nə? 100. 100'ün konusu ne oldu? 80. 80, 50. Oldu 130. Onda bakın burada 50 oldu mu? Bəli. Buradan biz ne gördük? Burada bir dənə bərabər yanlı üçbucaq alındığını gördük mü? Bakın oturacağı biçi bucaqlar bərabərdir. Sonra bu tərəflər bir-birinə bərabərdir. Bu qayda həmişə yani yadınızda olsun. Bura 7'dirsə bakın burada 7'dir. Ve buradan da artık A7'ni tapıram nə? 11. Bize de A7 istəyir 11. Bu da yəqin ki sonuncu sual idi. Bəli. Sağ olun. Hər birinizə uğurlar. İnşallah ki imtahanlarda yüksək nəticə yığarsınız. Sadece çoxlu çalışmaq lazımdır. Çoxlu sınaq işləmək lazımdır. Sınaq demişkən bizim ödənişli sınaq qrupumuz var. Linki rəy bölməsində yerləşdirəcəm. Kim istəsə qoşula bilər. Yəni həftəlik əlavə canlı dərslərimiz olur. Anında məlumat almaq üçün, yəni qrupda olsanız anında qoşula bilərsiniz. Məlumatlana bilərsiniz, yəni həmin qrupdan. Sağ olun, görüşərik.